Sünnə, onun əksi bidət. İki yoldan birini tutmalıyıq. O da hansı olmalıdır? Sünnəyə tabi olma təbii ki. Başqa seçim yoxdur. Bidət edən insan bilsin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm heç cürə kömək eləməyib, ona hörmət eləməyib. Bidət etmək nə deməkdir? Nədir bidət? Bidət hava və istəklərə tabi olmaqdır. Bidət budur. Bidət Peyğəmbəri açıq aydın şəkildə təbliğ etməməkdə ittiham etməkdir. Allah Rəsulü deyir ki, haqqı ilə təbliğ etməyib, biz gəldik, təbliğ edirik. Bax, bidətçi bunu demək istəyir. Sözün mənası budur. Əməl onu göstərir. Bəlkə onu demir. Desən, yox, nə danışsan, mən onu qəsd edəmirəm, amma sənin əməlin onu göstərir. Üçüncü bidət odur ki, Allah Rəsulü risalətdən qafil olub, cahil olub. O bilməyib, biz gəlib edirik. Mövlud eləyənlər, mövlud keçirənlər, adi bir misal, həmişə adi misal gətirir, rahat bəsil misal. Bu mövludları keçirənlər. Ya siz demək istəyirsiniz ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bilib çatdırmayıb, risalətə xəyanət edib. Çünki öz zamanında mövlud keçirməyib. Bu açıq aydındır. Nə o, nə sahabələri mövludlar keçirməyib. Tabinlər və ətbə tabinlər mövlud keçirməyib. Fatiməllərdən, rafizlərdən gələn bir adətdir. Ya demək istəyirsiniz ki, xəyanət edib, yaxşı olub, bizə bildirməyib, ya da cahil olub. Hər ikisi küfürdür. Desən, necə, nə danışan, haşa, biz bunu etiqad eləmirik. Deyirəm, axı, eləməsən də əməlin onu göstərir, o deməkdir. Onun gibi bidətdən çəkinmək lazımdır. Və digər bidətlər, kandillər və yaxud da ki, ümumi bir yerdə zikr etmələri və s. Deməli, bu hamısı göstərir ki, qardaşım, bidət təhlükəli bir əməldir. Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi müxalif olmaqdır. Və alimlər buyururlar ki, Allahın qarşısına böyük günahla çıxmaq daha yaxşı nəinki bidətlə çıxmaq. Necə İmam Şafi olur, səhv eləməsə deyir ki, mən Allahın qarşısına səhv etməsi İmam Şafi olur. Hər bir halda sələfdən belə söz var. Deyir, mən Allahın qarşısına böyük günahla çıxmağa razıyam, amma bidətlə çıxmağa razı deyiləm. Çünki bidət bütün böyük günahlardan üstündür, şiddətlidir. Şirkdən sonra ən böyük günahdır. Şirk Allahın haqqına girməkdir, bidət Peyğəmbər sallallahu aleyhi haqqına girməkdir. Sələflərdən biri deyir ki, mən bilmirəm hansı nemətə şükr edim, İslam nemətinə, yoxsa xavariclərdən olmadığıma görə, yəni bidətçilərdən olmadığıma görə. Ta qədimdən sələflər xavariclərdən çəkinərlər, çəkindirərdilər. Bilmirəm hansı iki nemətdən hansına şükr edim. Demək, bidət təhlükəlidir. Bidət insan əməllərini belə puç edə bilər. Qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləmin hovuzundan qovulacaq bidət əhli. Ona görə deyir ki, bidətdən çəkinmək lazımdır. O gün hovuzdan qovulacaq bir qrup insanlar bidət etdiklərinə görə və Allah Rəsulü deyir ki, məndən uzaq olsunlar, məndən uzaq olsunlar. Məndən sonra bidət eləyənlər. Və beləcə, əziz qardaşlarım, məsələni biraz uzatmaq olardı mövzunu, hər bir halda biraz gecdir. Allahdan istəyirəm ki, Allah Teala bizi daima tövhid və sünnə üzərində yaşatsın. Allah Subhanahu wa Teala bizim canımızı tövhid və sünnə üzərində alsın. Və qiyamət günü üzü ağaracaq olan qullar sünnə əhlidir. Əhl-i sünnə və cəmanəsi məşhur ayədə bilirsiniz, Əl-İmran sonraki ayədə o gün nə qədər üzlər ağaracaq və neçənsə üzlər qaralacaq. Bu ayələrin təfsirində gəlir ki, İbn Abbas deyir ki, üzü ağaranlar əhl-i sünnə və cəmaatdır. Üzləri qaralanlar isə bidət əhlidir. Allah Teala bizi onlardan etməsin. Bizi üzü ağ olan qullardan sünnə əhlindən etsin və Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında həşr olunan qullardan etsin. Subhanakallahumma bihamdik əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.